salon işidir. Dırnaq və kipi ustası olaraq burada işləyirəm. Özüm arendaya götürmüşəm, özüm istifadə edirəm. İşçilərim də var hal-hazırda. Demək olar ki, uşaqlıqdan həvəskarıyam bu işin. Əvvəl başqa salonlarda saç ustası olaraq işləyirdim. Sonra Finqandan kredit götürərək bu salonu açdım. Maddi durum idi. Onu da şükür Allaha Finqa bankdan götürdüm. Bir il ərzində də burada yəni fəaliyyətdədir. Mən əvvəl başqa salonda işləyirdim. Ora gətirmişlər, bukletlər paylayırdılar, Finqanın bukletləri. 3 il bundan qabaq bir dəfə götürmüşəm, orada icra oda olanda. Keçən il buranı götürəndə yaxınlaşdım, ora müştərisi olduğuma görə çox asan bir şəkildə götürdüm. Ürəkli olmaq lazımdır, dəstək olmaq lazımdır. Yəni mənə ən əsası birinci yoldaşım dəstək olub bu işdə. Əsas dəstəkdir, bir də ki, maddiyyət cəhətdən yəni dəstək lazımdır. Mən ürəkli oldum, açdım, peşman deyiləm. Yəni çalışın ürəkli olun. Ürəkli olsa hər bir şey eləyə bilərsiniz.